Herkese selamlar arkadaşlar. Bugün sizlerle birlikte TikTok keşfetmeye bakacağız. Görələ TikTok keşfetinde bugün necə şeyler çıkacak? Azərbaycan videolarına tut xarici videolarına tut gizli videolara. Yani bütün random şekilde her türlü video görəcəyik bugün. Getdik. Nədir bu? Körpü açtı. Realda bu. Ama bence AI ile düzelttiler bunu. Çünkü aşağıdaki adam o körpü açtığını göre niye bunun üstüne qatırır? İlk dəfə kablok giyinən 12 yaşlı Ayka. Bunlarla ara bu il üzüm yarpaqlarını bu üsülə bağlayın. Nə üsül lan? Nə var ola? Niyə belə bir şey elət ki? Belə bir şey niyə elət ki? Bax, təxmin yürüdürəm sadəcə. Bəlkə də onu yandıranda daha çox hava çəkər, baş üstündən daha yaxşı bağlanar içi, nə bilim. Belə bir şey fikirləşirəm. Yoxsa niyə belə bir şey eləsin? Nə məntiqi var ki? Biraz cadı bankası. Bu nə var ola? Oy zibil. O ne qəşəydi lan rəngi. Ola bayağı qəşəydi ya. Elə bil durup bulvarda ki qırmaq atır dənizə. Fakir olabilirik, salak değiliz. Olabiliriz. Ama salak değiliz. Geçin. Yaxşı, sənin də bir şey deyim. İndi onun içindən çıxanla buradakı dadı eyni mi? Məncə elə değildir. Sadəcə qabına görə o qədər baha olması, nə bilim. Nə var ya bu? Bu tip videolar o kadar karşıma çıktı ki sonunda sınamak Korktum kararına oğlum. geldim. Bu bedenin korunma reaksiyasını Hayır Cülayna, videonun daha çəkib verməzləri. Gözlüyüm, mən də yoxlayacağım, gözlüyüm. Yəni mən də yoxlayıram. Nətər edir? Gözlüyüm dəqiq bir də baxaq. Qulağım burasından gətirir bax. Deyəm bir dəqiq. Bax burasından gətir. Mən də getmir axı. Bu soğum içindən alarım, getmir, olmur. Yəni bu yüzden yoxlayacağım. Abi videonun geri çəkib verməzlər sən. Bunlara inanan var həqiqətən. Zövqün nədir? Görən zövqü nəymiş? Gaga yox. Cool yox. Neymiş? Kafkas Old Money Style. O Kafkas sevmasını tutanmal. O Kafkas Old Money nədir ki? Gözü biləm, bax. Başa düşdüm. Tamam, belə bir şeymiş. Bu nə da? Hardadır o? Ne görün beni harda gizletmişsən onu? Kimi deyirsən Fatih, kim yoxdur, mən təkəm, oturmuşam burada. Nətər yanı yoxdur? Mənə dedilər ki, ona gətirdi saldı bura. Nisə satdı da buradasınız? Az yox, heç kim yoxdur, özüməm, tək kimi deyim, oturmuşam burada. Sən can elə hərəkət edirsən ki, yəni qız olmasa da yəni şübhələnərsən də belə bir hərəkətdən. Heç kim yoxdur, eləmi? Aha. Bir gəlin bacı dördün biri əlimdə qaldı. 6 qoşan düz oldu, mənim əlimdə idi. Vay zibi. Qaqa, mən öyle, bu 5-i niyə soğuşdunuz? Deyim mən yazımdan, ha? Bəs mən sənə deməmişəm ki, çayxanaya getmək olmaz. Ha, getməmişəm vaxt çaxan, evdəyəm da. Evə də gətirmək olmaz. Damına oynamaq olmaz. Yaşlı yaşı olmaz. Ya bu niyə? Abi niyə? Səbəbin də ki, mən niyə? Niyə damla oynamaq olmaz? Niyə çayxanaya getmək olmaz? Abi kişiyə yəni takılırlar da sadəcə başa düşsən, yəni bara getmir, başqa bir qızlarla gəzmir. Sadəcə damlaya gedir. Yəni çox saf bir şəkildə, masum bir şəkildə damlasını oynayır. Yəni burada nə var ki? Niyə bu qədər böləcək qızlar, qadınlar bunu? Azərbaycanda bəziləri daş daşıyır, fəhləc eləyir. Sonra gedir iPhone-a verir. Haydi. Bu arada mən tanıdığım belə insanlar var. Həqiqətən axmaqlıq deyə belə bir şey. Yəni o qədər əziyyət çək, get bir dənə iPhone-dan sarı. Nə var, telefonu başqalarına göstərib özünü zor hiss eləyəsən. Çox mənasız bir şey, məntiqsiz bir şeydir. Allah əziyyətinizə yazığınız gəlsin. Biraz badımcan dolması tüyü vururlar xanımlar. Badımcan dolmasına? Badımcan dolmasına vurulmur ya. Yeyirəm o acıra biləndə içində nə olur. Trendə son. Böyle biraz geç fark edelim. Bura Comedy Kanal'ın ekibidir bu arada. Yani gülməli olmamasını da bilməliydim mən. Nə var bunlar? Salam. Salam. Üzüyümü itirmişəm. Kim eləyə bilərsiniz saxlayın? Hə, təbii ki, Çox üzr istəyirəm. Mən üzüyümü içərdən tapdım. Buyurun gəlin sizə çay ikram eləyim. hə, olar. Buyurun. Bilməm. Buyurun, nuş olsun. Çox sağ olun, minnətdaram. Biz sizinlə harda tanış olduq müəllim? Küçədə. Elə bir gözünüzə nəsə düşüb, istəyirsə buyurun. Hə, çox sağ olun. Qara bağlayacaqlar. Mən onu halsız vəziyyətdə zibil qabında Ay, yemək axtararkən zibil. gördüm və onu hava soyuq olduğu üçün çaya dəvət elədim. Və ona harda yaşadığını soruşanda cavabı isə Küçədə. və bu etdiklərimin qarşısında dayana bilməyib kövrəldim. Belə bir şey gözləmirdim. Həqiqətən yazıq qaqaş. Yəni sizin başınızda, yəni mənim başıma belə bir şey gəlsəydi, ortalığı yıxardım da yəni. Nə var lan?
Aşağıdan onaylandı. Mən heç nə oxumuram, siz də oxumayın deyən dostum Ceyl saat 2:19-dakı görüntüləri. 2 + 2 bərabərdir 5. Bayağı qəşəng videodur, xoşuma gəldi. O şeydə Death Note ya bir dənə səhnəsi var, onu oxşuyur. 7-24 məşq etdikdən sonra ruh halımız Azərbaycan neymiş bu? Sana baxırsınız, gözümün içine bakın. Memeli ama sürüngen kuş aynı zamanda. Kunduz bunun kara versiyonu gibi. Gagalı kunduz a**. İyi yüzüyor. Bir önceki versiyonu gibi a**. Baksana ucube zaten. Yani ne olduğu belli değil. Hayvanın emzirebilecek bir meme ucu yok. Nipple yok hayvanda amına. Yavru ornitorenkler yetişkin ornitorengin yanına gelip onun herhangi bir yerine, tabii ki gagası ya da eli ayağı değil de vücudundaki herhangi bir yere direkt orayı süt emebiliyor oradan amına koyayım. Nasıl anlatayım? Karada da takılıyor bu lavuk büyük ihtimalle ama asıl bunun makarası su kanka. Bu suda bu hayvanı satın aldığını düşün. Buna bir havuz şart. Hayvan yüz yani gagası var, palet gibi de eli ayağı var. Arka ayaklarında zehirli mahmuz bulunuyor. Mahmuz ne demek bilmiyorum amına koyayım. Osmanlıca mı? O ne a**? Diyorum yeniden. Memeli olmasına rağmen yumurtlayabiliyor. Şimdi memeli mesela yumurtlar mı? Yumurtlamaz. Bu yumurtluyor. Balina mesela yumurtlar mı? Yumurtlası o nereden bulacak kendi yumurtasını değil mi? Bana bir de çok qəşəngdir. Çok mükemmel bir şekilde başa salırdı hayvanlar falan. Bu nədir? Armenia? Kar oldum hala. Bu neydi böyle? Kulağım kanadı bildi. Düz hamısı da qatlanmıyorum yazan. Kardeşim görüntülüyor. Ha ilk iki videosu. Qardaşın yığır. Qardaş, mən gedim harda gizlən? Atma, Oha. heç atma. Gözlə də. Bunlar evli değiller. Şu kardeşim niye korkuyor? Yığ, at indi. Ay bala, ay Ken. Hə. Biz evliyik. At görüm nə deyir ha o. At. Nə tərsən qaddan qalır. Ətersən qəddən. Əsəbləşən duş görmüsən bura. Əsəbləşən düş. Əsəbi duş görmüsən bura. Əsəbi duş. Görməmişəm. Tuvalet duşu, əsəbi tuvalet duşu. Oo. Bu çox əsəbi duş ya bura. Buna artıq. Bu da onun əlindəki nə etsə. Əsəbləşən. Kullandığı civisi nədir? Buna əl denk buna bana inki buna. Sivi. Aha. Os. Abi ben şey gözlemedim. Risk başı çeviremedim. Anayla başlatacağız. Heyif böyle sevdiğimiz bir kız falan da olmaz. Gidip anamıza matematikte diye ki ana böyle bir kız var. Şaşın falan gösterir. Bu ne? Yine başladık. Birinci gün. Salı. İkinci gün. Çarşamba, Üçüncü gün. Perşembe, Dördüncü gün. Cuma, Beşinci gün. Cumartesi, Yazabilmeyeceğim. Altıncı gün. Sonunda belki nəsə düzəldərlər. Pazar. Pazar günü. Necə bir düzgün demədin? Elə deyil ancaq. Tərcüməsi elə deyil. Ay balaca qız. Tərcüməsi elə deyil. Bazar ertəsi çərşənbə axşamı çərşənbə kimi bizim də onların tərcüməmiz var. Bunu yadında saxla. Yeniden hayata başlayacak olsan neleri yapmazdın? Mesela çocuk yapmam. Valla. Vallahi çocuk düşünmem, billahi düşünmem. Çocuk yapmazdım diyorsun yani. Yaparsam şerefsizim bak. Gerçi Cumhurbaşkanımız 3 sene diyor ama Evet. 3'ün birini bile yapmam. Kendi diline kendi. Qatıram uşaqlar, uşaq doğum. Bir tərəfdən məntiqsiz gəlir, bir tərəfdən də şey gəlir. Başa düşürsən, yəni uşaqdır, yəni bütün həyatı və paz olur, yəni başa düşürsən. Yəni qazandığını da, nə bilim, öz həyatını yaşaya bilmirsən, onu da fikirləşməli olursan, elə bil ki. Mən də mənasız gəlir. Prosta yəni bir dənə qız uşağı pis olmazdı. Ana bu şey deyil. Hiçbir yolundan etkilemez. Mikaraol bəy. Kaldırmışım. Aylıq adam sifətinə baxanda iyrəndir. Sən o köhnə videodan adam gözünün qabağına gəlir. Ey. Yazılan bir şey mi beni etkileyecek? Slay. Qəşəng videoydu, bəyəndim. Bunlar nə var metroda? Yazılan metroda nəsə? Bilmem bir şey fikir verdiniz ya yox. Bu tərəfdə heç adam yoxdur. Hamısı o tərəfə sıxışıb ki, kameraya düşməsinlər. Bu mahnı bayağı qəşəngdir bu arada. Harun Məmmədov deyənlər. Azərbaycan bir ömrə YouTuberi qardaşım. Roş Live kimsin? Roş. Hər vaxtınız xeyir dəyərli izləyicilər.
Qatıram burada. Harunman Malov deyənlər bu videoya like atsınlar. Harunlar yoxdur həqiqətən. Ama elə səhər oyandım ki gördüm bir hafta qalıb. Valideynlər stresindən bilmir neyləsin. Müəllim Aa bu imtahan verib qutarım ala. Mən gözümü açanda bu adam imtahan verir ala. Nə stresindən bilmir neyləsin. Gəl ki uşaqlar hələ də müəllimləri, valideynləri yola verir. Abi biabırçılıq deyə var, hələ də dərs oxumamısan, sınaq işləməmisən. Bir hafta qalıb. Dərs oxuyun da la. Marasatı kəsir. Qısası selef. Buradan elə buradan. Buradan. Taxta bu zibili. 5 saat suğallayacaq. Bax hələ əldə tut. Bu zibili tax görək də. Aha. Sifətimə nəhlə təhqin video baxmayırsan səni. Partişə saxlayıb bir də ay zibilə səbəşdi be. Bas bayraya la. Kimi izlədim videonu həqiqətən. Fərəz bu videomu bəyəndi. Bizim nəsil Z nəslidir, amma zəhlə nəslidir. Hər şeydə zəhləmiz gedir. Biz o nəslik ki, ağlayanda belə story atırıq. Ki, mən pisəm, saçımı da dağıdım. Gülüşün 50 tonu, Gülüşün 50 tonu, daha doğrusu reaksiyasız video baxmağın 50 tonu desəlik daha yaxşı olardı. Oya, Qaqili. Qaqili. İstəğindən ver biz də içək. Qoy ha bura, cəld ol ha. Get. Nə dedin nə? Nə dedin ha? Başın qaçıvan deyən. Yaxşı. Başın qaçı var. Bu harama verdim köhnə videolar həqiqətən çox qəşəng idi bu arada. Hər nəsə inşallah bu video bu qədərdir. Ümid edirəm sevdiyiniz bir video olmuşdur. Gələcək videolara, nətif videolara baxmağı istəyirsiniz. Gələcək videolara görüşmək üzrə. Sağ olun.